Aşk nədir? Aşk sözünü də istifadə eləmək burada səbəbsiz deyil. Çünki Azərbaycan dilinə eşq deyə tərcümə elədiyimizdə sevgi olaraq ifadə edilir. Amma sevgi ilə eşq bir-birindən fərqlidir duyğuların şiddətinə görə. Bukovski necə deyibdi? What's your definition of love? Love is kind of like, you see a fog in the morning when you wake up before the sun comes out. It's just there a little while and then it burns away. Really? Absolutely. Burns away? Yeah. Quickly. Terapiyada mənə müraciət edən aşiq olmuş insanlar olur. Aşiq olmuş bütün insanlar bu duyğunu eyni cür anlatır. Fikirləşirəm ki, hər kəs əgər bu duyğunu eyni cür yaşayırsa, bu aşk dediyimiz şey real bir şeydir. Aşık olan insan da aşık olduğunu başa düşür. Görəsən bu aşkdırmı deyə şübhəyə düşmür. Bir çox insan aşkı huzur, xoşbəxtlik, bir rahatlıq kimi duyğularla bərabərləşdirməyə çalışırlar. Mən bununla da razılaşmıram. Aşk biraz daha məncə təlatümlü, getgəlli, stressdə saxlayan bir duyğudur. Yəni ona görə baş bərabərdir sevgi də demək olur. Sevgi biraz daha sakit və rahatladıcı bir duyğudur. Aşk isə yoğun bir duyğudur. Xoş hiss elətdirir, bir euforiya hiss elətdirir, amma eyni zamanda da sürəkli bir itirmək qorxusu, onun həyatından getməsi qorxusu, onu görməyəndə darıxmaq kimi duyğular da eşlik etdiyi üçün burada biraz sakit bir duyğudur, xoşbəxtlik verir, huzur verir kimi yanaşmalarla da razılaşmaq.